Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla ləzzətli heyvan mürəbbəsinin hazırlama qaydası olacaq. Mürəbbəni hazırlamaq üçün əvvəlcə təmiz yuduğum heyvanın qabığını soyuram. Qabığını soyduqda heyva daha ləzzətli, daha yumşaq alınır bişdikdən sonra. Soyduğum heyvaları ortadan bir neçə hissəyə bölürəm. Dənəsinin çürük hissəsini çıxardıram. Sonra heyvaları bəzəkli doğrayıcının köməyi ilə kubik şəklində doğrayıram. Biraz iri-iri doğramaq lazımdır. Doğradığım heyvanın çəkisi 4 kiloqram oldu. Mütləq soyub doğradıqdan sonra çəkmək lazımdır. Axar suda bir dəfə də təmiz-təmiz yuyuram. Yuyub suyun süzdüyüm heyvaları geniş bir ləyənin içərisinə əlavə etdim. Üzərinə adi soyuq su əlavə edirəm. Hər 1 kilo doğranmış heyva üçün 2 stəkan su götürülür. Ləyəni ocağın üzərinə yerləşdirirəm. Təxminən 5-10 dəqiqə ərzində heyvanı qaynadıram ki, biraz yumşalsın. Heyvanı pörtlətdikdən sonra suyun miqdarı azalarsa artırmaq olar. Meyvələrin eyni qaydada pişməsi üçün hərdən qarışdırmaq lazımdır. Barmağın ucunda yoxlayıram. Yumşaldıqda üzərinə şəkər əlavə edirəm. Hər 1 kilo heyvanı pişirmək üçün 1 kilo da şəkər götürürəm. Qazın orta temperaturunda pişirirəm. Hərdən qarışdıraraq üzərinə çıxan kəfi yığıram. Mürəbbə bişdikcə rəngi qızarmağa başlayır. Bişənə yaxın içərisinə qoz əlavə edirəm. Qozun miqdarı zövqə görədir. Əlavə etdikdən sonra 3-4 dəqiqə pişirib ocaqdan götürəcəm. Mürəbbənin pişməsini bu cür yoxlaya bilərsiniz. Şirədən boşqaba əlavə edib 1 dəqiqə soyutdum. Şirə birləşmirsə artıq hazırdır. Ocağı söndürdükdən sonra üzərində qalan kəfi də salfet yardımı ilə asanlıqla götürdüm. Artıq gördüyünüz kimi heyvan mürəbbəsi hazırdır. Görünüşü kimi dadı da mükəmməl alınıb. Hər kəsə bu üsulu mütləq sınamağı tövsiyə edirəm. Əgər videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə deyilsinizsə, abunə olmağı unutmayın. Hazırlayacaq olanlara nuş olsun.